bu günə qədər 17.700-dən çox şəxsin, burada söhbət unikal şəxsdən gedir, 17.700-dən artıq şəxsin 81.154 müraciəti tərəfimizdən qarşılanıb. Bu o deməkdir ki, bir adamın ortalama 6-7 müraciəti tərəfimizdən təmin edilir. Bu, istər tibb olsun, istər təhsil, məişət və kredit fərq etməz. Bu istiqamətlər üzrə müraciətlər təmin edilir. Bu 81.154 müraciətə 91 milyon 100 min manatdan artıq vəsait tərəfimizdən xərclənir. Və burada da hansı hallarda baş verir? Məişət şəraiti ilə bağlı əgər biz şəxsə dəstək göstərmişiksə, biz mütləq şəxsin evində olmuşuq, mənzilində olmuşuq, onun mənzil şəraitini, mənzil durumunu qiymətləndirmişik və ona müvafiq olaraq öz dəstəyimizi göstərmişik. Tibb istiqaməti üzrə isə dəstək bu formada olur ki, biz bilirsiniz, bütün ölkə üzrə əhali, hər kəs icbari tibbi sığortalıdır, sığortada hesab edilir və hər birimiz, siz də, mən də, bütün vətəndaşlarımız icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 3100-dən artıq xidməti burada ən adi qan analizindən tutmuş, qaraciyər transplantasiyasına qədər olan bütün xidmətləri pulsuz almaq hüququna malikdir. Əgər hər hansı bir müraciət xidmətlər zərfində yoxdursa, bununla bağlı müvafiq səhiyyə qurumları bizə məlumat verir. Ondan sonra Yaşad fond olaraq əlavə dəstək göstərmək məqsədilə prosesə daxil olur və tibb istiqamətində biz bu şəkildə tərəfimizdən təmin edilir.